Salam, hər bir kəs salamlayıram, əziz izləyicilər, əziz Azərbaycan xalqı. Deməli, bugünkü qonaqlarımızdan biri BMW-dir, biri arxadadır, biri də bu sexdədir. Yenə başlamışıq BMW-lərdə iş görməyə inşallah. Deməli, nəzərinizə çatdırmaq istəyirəm ki, bir çox bölgələrdə mənə yazırlar, bölgədə əlavə olaraq xarici ölkədə yaşayan Azərbaycanlılar da mənə yazırlar. İndi hal-hazırda qardaş xəttədir, biri də indi yazır Ukraynadan. Almaniyadan, Fransadan yazanlar var mənə ki, abi avtomobilin markası budur, modeli budur, motoru budur. Bunun sepin vaxtı nə qədərdir və yaxud da ki, maşında belə problemlər var. Bunun dərdini tapa bilmirəm, gedirəm yoxlanışa, elə tək yoxlanış üçün, diaqnostika üçün 1000 evro pul istəyirlər, hələ bir qiymətdir. Kimin ki, çətinliyi var, problem deyil. Yəni, mən kömək eləməyə hazırıyam. Xarici olan bütün Azərbaycanlardan söhbət gedir. Kim istəsə, mənim nömrəmlə əlaqə saxlasınlar. İndi qardaşa da elə məsləhətimizi verdik. Yenə də bütün Azərbaycanların xidmətindəyik. Bütün hamısı bizim qardaşlarımızdır, həmvətənlərimizdir. Deməli, bugünkü qonaqlarımızdan biri BMW F10 avtomobilidir və bu F10 avtomobildə ümumi qulluq üçün bizim yanımıza yaxınlaşdı. Bu avtomobildə biz motor paduşkalarını dəyişdirəcəyik. Bunlar heç orijinal alt sep, təmiz orijinal, made in Germany, yəni Almaniya. Qabaq salnik orijinal, yağ filtrinə kimi, hatta düşür bu da, düşür. Orijinal, üst sep orijinal, başmaqlar hamısı orijinal, sep gördüyünüz kimi hamısı orijinal. Bundan əlavə olaraq bu avtomobilin deməli karterində problem var. Karterində problem olduğuna görə bu avtomobil karteri dəyişilməlidir və N20, N26 mühərriklərdə karterlər plasmas gəlir, qara rəngdə plasmas gəlir. Biz də orijinal gördüyünüz kimi karterlə əvəz eləyəcəyik. Prokladkası da bunun deməli içərisindədir. Bir dənə F10'umuz buradadır. Bunda ümumi qulluq olunacaq. Bütün hər bir işlər görüləcək. Turbo patrovkasına kimi, antifriz şlanklarına kimi ehtiyac olduğu halda dəyişdirəcəyik. Yağın antifrizini dəyişdirəcəyik. F30'umuz oradadır. Onda sep başmağı dəyişilir. Onda da ümumi qulluqdur. O da Şirvan rayonuna yanımıza yaxınlaşır. Bir dənə də başqa bir F10'umuz var. Bunda da yanacaq sistemi yuyulur. Əziz izləyicilər, BMW-lər üçün də bizim ümumi qulluğumuzda endirimimiz var. Kimisi bizim servisimizi seçib yaxınlaşa bilərlər. Profildə isə əlaqə nömrəmiz qeyd olunub. Təşəkkürlər, hər birinizi sevirik, yaxşı varsınız.